Və hörmətli şəhid ailələrimiz, mən 1-ci Qarabağ şəhidi, Şəhid Rüstəmov İlhamın bacısıyam. Azərbaycan Respublikasının diasporunun rəhbəri, Odlar Yurdu Təşkilatının rəhbəri, bizim də Odlar Yurdumuz var və bizim o qrupdan da mən gəlmişəm və Azərbaycanda yeganə olan Dostluq Körpüsünün ilk Naxçıvandan təməlini qurduğumuz Dostluq Körpümüz var. Dost Körpüsünün Günzarə xanım və şəhid Miqdadımızın anası Günzarə xanım və mən şəhid İlhamın bacısı Ziyafət Tozlu bir dostluq körpüsü yaratdıq. Yaratdığımız dostluq körpüsündə 88-dən bəri unudulmuş şəhidlərimizi yaşatmaq, yad etmək, onları unutturmamaqdır. Məqsədimiz də bugün bura yığışmaqda həmin şəhidlərimizi yaşatmaq. Onları bildiyiniz, tanıdığınız yiğit qəhrəmanlarımızı bugün kimlər hardan bilirsə, o şəhidlərimizi biz unutmayaq. Gələcək nəsillərimiz onları yaşatsın. Hər birinizə Allahdan can sağlığı arzulayıram ki, qəhrəmanlarımızı yaşayaq, yaşadaq. Var olun.